Bəhram Rəhimlini sosial şəbəkə istifadəçiləri bir-birindən maraqlı videolar ilə tanıyır. 28 yaşlı istedadlı gəncin ən böyük dəstəkçisi isə anası Mehbarə xanımdır. Sosial şəbəkələr açılandan sonra Bəhramın bir neçə dənə, necə deyirlər, məşğul olduğu işlər var idi. Fikirləşdik ki, onu sosial şəbəkədə işıqlandıraq. Əsas Bəhramın işi, Bəhram Azərbaycanın ilk inklüziv teatrı olan Əsa teatrının aktyorudur. Rejissorumuz Nihat Qulamzadəyə müraciət elədim. Əsas da məqsədim Bəhramın sosiallaşmayını istəyirdim. İstəyirdim ki, öz yaşıdları ilə dostlaşsın. Bəhramın xalq və bəstəkar mahnılarına, ümumilikdə musiqiyə olan sevgisi insanı heyran edir. Müəllimi, əməkdar artist Tarzən Vüsal İskəndərzadə deyir ki, Bəhram verdiyi hər bir təlimatı böyük maraqla dinləyir və ona əməl edir. Bəhram mənim bu belə tələbələrimiz sırasında ilk tələbədir və ən əzizidir. Mən istədiyim, mən onun bir öz qardaşım kimi, öz övladım kimi çox istəyirəm və mən ona çox xüsusi yanaşıram əslində digər tələbələrimdən fərqli olaraq və həftədə 3 dəfə onunla məşğul oluram, 2 saat ərzində məşğul oluruq. Deməli, oral nələr daxildir? Biz Bəhramla qammaları ifa eləyirik. Ondan sonra mən ona xüsusi barmaq məşğələləri vermişəm, onları ifa eləyir. Və bir də ki, Bəhram çox sevir bizim klassik bəstəkarların əsərlərini, mahnıları, xalq mahnılarımızı çox sevir. Çalışıram, bundan sonra əgər Bəhram biraz da çox məşğul olsa, ona muğamlarımızdan da keçəcəm. Öz üzərində daima çalışan Bəhram Rəhimlinin tez-tez konsertləri də baş tutur. Belə ki, ən son çıxışı ölkəmizin dilbər güşəsi Laçında, Yurd Qalereyasında olub. Müsahibin və onun timsalındakı digər istedadlı gənclər bir daha sübut edirlər ki, heç bir məhdudiyyət incəsənətə olan marağın qarşısını ala bilməz. Yetər ki, istək, əzm, iradə olsun. Gülnar İlqar qızı, Zaur Həşimov, Telesəhər.